Sen 2 mərtəbəli ev neçə olsa yaxşıdır sizcə? 2 mərtəbəli ev 55, 60, 70 deyil. 2 otaqlı evin qiymətinə əlim yandıda satır bunu ev yəsi, əlim yandıda satır. 39 minə 2 otaqlı evin qiymətinə heç neçəyə, dəyərli müştərilər, heç neçəyə. Yəni belə biz el arasında deyirlər su qiymətinə, dəyərli müştərilər. 5 otaq, 2 mərtəbəli. Amma bir dənə deyim, işığı var, qaz yoxdur. Kim istəsə qazı özü qoyduracaq. Yerləşmə yerini deyirəm. Binə qəsəbəsi 334 nömrəli məktəbin bir addımlığı. Gəl gir içəri. Deməli girişdə, bax, dəyərli müştərilər, həm bura mətbəx kimi nəzərdə tutulub. Həm bax, mətbəx, bax geniş bir dənə qonaq otağı kimi, 2 dənə də yataq otağı buradadır. Gəl bax. Bax 1, 2 dənə yataq otağı. Bunun qapısını buradan qoyublar. Kim istəsə, gəl göstərim sənə. Kim istəsə bunun eynisində, bax buradan aça bilər. Kim istəsə eynisin. Hamam tualet bu heç öz yerində buradadır. Hə, gəl dənə stopu vur, dənə gəl yuxarı. Qalxdın yuxarı. Bax geniş bir dənə qonaq otağı, geniş. Yeri monolitdir ha. Dəyərli müştərilər, yeri monolitdir. Bax bir dənə yataq otağı. Bax bir dənə də yataq otağı burada. Bax. Dəyərli müştərilər, gördüyünüz kimi, bax, hətta aşağı mətbəxi də hesablasan, orada studiyo zal kimidir də, 5-6 otaqlı hesab eləmək olar. 39 minə nə verirlər? Belə bir evi 39 minə. Qiymət alma sondur.